3 saat 40 dəqiqədən sonra gəlib çatdım nəhayət İvanova şəhərinə. Bura dəmir yolu vağzalının çıxışıdır. Səhər saat 6-dır, hələ şəhər oyanmayıb. Mən buradan indi yollanıram avtovağzala. Hər kəsə xoş izləmələr dostlar. İzləyin, çox maraqlı olacaq. Çatdım indi avtovağzala. İvanova avtovağzaldır. Buradan da yollanacağım Plos şəhərinə. Gedək biletimizi alaq. 2 saatlıq yoldur avtobusla. Avtobusa biletimi aldım. İvanova Plos 360 rubldur. 2 saatlıq yoldur. Avtobusla gəlib çatdım İvanova vilayətində yerləşən Plos şəhərinə. Maraqlı, xudmani bir balaca bir şəhərdir. İndi sizinlə birgə bu şəhəri gəzəcəyik. Volqa çayı ətrafında yerləşən bir şəhərdir. Moskvadan 400 kilometr məsafədə yerləşir. Möhtəşəm bir görüntü Volqa çayı. Şəhərin ümumi görüntüsü buradır. Çox kiçik bir şəhərdir. Qəsəbə tipli bir şəhərdir. Şəhərin əsası 1410-cu illərə təsadüf eləyir. Balaca şəhər olduğu üçün əhalisi 2000-dən bir balaca ya çox ya az olar. Mən də bu şəhəri yeni kəşf elədim internetdən. Tarixi bir şəhər olduğu üçün mən tarixi çox sevirəm. Onun üçün də tarixi şəhərlərə daha çox üstünlük verirəm. Buradakı gördüyünüz deməli kilsə də 1699-cu ilə aiddir. Dostlar, möhtəşəmdir deyilmi? Evlərin görüntüsünü görürsünüz. Bunlar hamısı yaşayış evləridir. Səliqəli, xudmani və sakit bir şəhər. Otellərin qiymətini soruşsaz, onu da araşdırmışam. Bir gecələmək üçün 2000 rubldan başlayır 2 nəfər üçün. Daha qalxır 2000, 3000, 5000. Burada gilə meyvələr də var. Görürsünüz, moruqdur da. İri moruq. Birinin üzün, yəqin ki, bir söz deməzlər. Burada belə qara gilə meyvə də var. Amma bilmirəm bunun adı nədir deyək. İshak Levitan. Əslən Rus olmasa da 1888-ci ildə Volqa çayı üzərində səyahət eləyərkən bu şəhərə aşiq olur və bu şəhərdə qalmağı planlaşdırır. Gördüyünüz bu binada İshak Levitan 1888-ci ildə həm yaşamışdır. Levitanın ev muzeyinə girmədim. Mənim üçün əslində rəsm əsərləri o qədər maraqlı deyil. Amma ən azından bu tarixi şəxs haqqında sizlərlə məlumatı paylaşdım. Tayı bərabəri olmayan gözəl Volqa çayımız. Plos şəhəri həm də balıq məhsulları ilə məşhurdur. Şəhərdə çoxlu sayda hissə verilmiş balıqlar satılır. İndi qarşıma çıxsa çəkib sizlərlə paylaşacağım. Belə bir motorlu qayıq kiraladım. Gəzəcək indi şəhər boyu çayda. 1000 rubl ödədim. Gəzək. Все, проходите. Смотрите, ступеньки вставайте. Ага. Вот и проходите в эту сторону. Хорошо. Gəzək indi Volqa çayına qayıq.
Hə dostlar, qayıqla gəzdik. Möhtəşəm bir gəzinti oldu. Çox bəyəndim. Hə dostlar, davam edirik. Bu hələ son deyil. Kanala abunə olmağı, dəstək olmağı unutmayın dostlar. Yenə deyirəm, bu əsas amillərdən biridir. Dəstək olun kanala. Like edin. Kanal biraz genişlənsin. Mən də sizlər üçün çoxlu sayda səyahət videoları çəkim. Mən artıq 5 ildir ki səyahət eləyirəm. Özüm Rusiyada yaşayıram, Moskva şəhərində. Rusiyanın hardasa bir 40-50%-ni səyahət eləmişəm. Səyahət eləyək dostlar, adama gəzmək qalar. Pis vərdişlərdən uzaq olaq. Burada ən maraqlısı buradadır. Quyu suyu. Mənim üçün bu quyu suları çox maraqlı gəlir. İçində də dolu su var. Yəqin bilməyənlər də başa salam. Bedran atırıq bura. Sonra bunu fırladırıq. Suyu alırıq oradan və çıxardırıq. Mən indi göstərmək üçün eləyirəm. Quyu doludur. Yəqin ki, su içməli su olar. Qoyaq yerinə. Görürsünüz dostlar, evin gözəlliyinə baxın. Taxtadan yığılıb. Yəni köhnə bir ev deyil. Hal-hazırda tikilir. Ev yenidir. Hətta içəridə ustalar da işləyir. Amma çox gözəldir. Taxta pilləkənlərlə qalxırıq yuxarı. Hündürdür. Biraz da xəstələnmişəm deyə yolu qalxmaq çətindir. Gəlib çıxdım dağa. Möhtəşəm bir görüntüsü var. Burada bir qədimi bir kilsə var. Deməli məlumatda yazılır ki 1699-cu ildə gördüyünüz bu kilsənin yerində başqa bir kilsə olub. Taxtadan olub o da. Yanğın olub. Yanıb çölə dönüb. Sonradan bunu İvanov vilayətindən başqa bir kilsəni bura köçürüblər. Maraqlıdır bu da əslində. Gördüyünüz bu xaç işarəsi olanlar da bax, görürsünüz hamısı xaç işarəsi. Onlar hamısı köhnə qəbirlərdir. Üstlərində yazılar görmürəm. Ola bilsin ki, itib. Var, bax burada üstündə var. İshak İliç Levitan 1888-ci ildə dediyim kimi səyahət eləyirmiş. Bu şəhərə heyran olub. Rəssam, kompozitor. Mən əslində rəsm əsərlərindən o qədər anlayışım yoxdur. Bu şəxs dünya üzrə tanınmış bir rəssamdır. Pilləkənləri qalxmaq çətin idi, düşmək rahatdır. Bir də çoxlu sayda itburnu görürəm. Uca payız aydır. İndi sentyabrın son günləridir. İtburnunun yəqin ki yetişən vaxtıdır. Burada da yerin altından su çıxır. Kaçalka ilə su salmışamızda. O. Dadına baxsaydım yaxşı olardı. Pis deyil. Dadı normaldır. Sərindir, buz kimi. Qiymətləri sizə görsədim. Görürsünüz, günorta yeməyi 12-dən 3-ün yarısına kimi 3500. Dostlar, restoran qiymətləri burada çox bahadır. Əgər təkcə günorta yemək yesəz 3500 rubldan başlayır. Plyos şəhərinin məşhur hisə verilmiş balıqları, səhv eləməmsə leş balığıdır. Görürsünüz.
Bəs et. Leş. İvanova şəhəri tekstil fabriki ilə bütün Rusiyada məşhurdur. Tək indi yox, həm də Sovet dövründə də İvanova vilayəti tekstil fabriki ilə çox məşhur olub. Maraqlı bir küçədir bura. Ticarət küçəsi sayılır. Ta qədim vaxtlardan da burada ticarətlə məşğul olublar insanlar. İndi də həmçinin. Burada kafe, restoranlar dediyim kimi suvenir mağazinləri buradan başlayır. İndi gəzək, həm də görək. Burada da böyük teplaxotlar gedir. Bir nəfər üçün 500 rubldur. Mən bayaq qayıqda gəzdim. Burada da böyük teplaxotlar var. 500 rubl. Bu restoran çox məşhurdur. İnternetdə də oxumuşdum. Belə bir pirajok aldım, balıqlandı. Hisə verilmiş balıqlar satılır. Burada hər tərəfdə hisə verilmiş balıqlardır. Maqnitlər satılır, suvenirlər satılır. Balıqlar. Hə dostlar, necə bir şəhərdir? Bəyəndinizmi? Plyos şəhəri həqiqətən də çox gözəl, sakit, insanlar da çox mehribandır. Gəldiyimə çox sevindim. Bu şəhəri də araşdırdım, kəşf elədim özüm üçün. Özümə belə bir xatirə maqnit aldım. Getdiyim bütün şəhərlərdən belə maqnitlər alıram. İndi gedirəm avtobusa doğru İvanovaya. Oradan da qayıdacağım Moskvaya. İvanova vilayətindən bir günlük səyahətim başa çatdı. Sona qədər izlədiyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm. Səyahətə səhər buradan başladım. Burada da yekunlaşdırıram. Sağ olun, salamat qalın. Özünüzdən müğayət olun.